Fizika 20 sınaq birinci qruplar üçün olan testdən belə bir 20 nömrəli suala baxaq. Deyir ki, sərvacdan keçən yükün miqdarının zamandan asılılıq tənliyi bu şəkildə verilib. Hansı qrafik maqnit sahəsinin enerjisinin zamandan asılılığını ifadə edir? Ümumiyyətlə bizdə burada Q'nun tənliyini verib. Q'nun tənliyi Q bərabərdir 1 plus 3T şəklindədir. Biz nə bilirik? Biz bilirik ki, biz əgər Q'dən törəmə alsaq, i'ni tapacaq. Demək, Q'nun zamana görə törəməsi i'dir. Törəmə alsaq 1 plus 3T'nin törəməsi. 1'in törəməsi bizə verir 0. Yəni, sabitin törəməsi 0'a bərabərdir. Üstə gəlsin, 3T'nin törəməsi də 3. Deməli, i oldu nə qədər? 3 amper. Yəni, fikir verin. Deyir ki, maqnit sahəsinin enerjisinin zamandan asılılığı. Burada abituriyentləri, müəllimləri çaşdıran nədir? Deyirlər ki, maqnit sahəsinin W bərabərdir, L kvadratı böl 2 düsturu var və götürürlər parabola cavabı. Amma burada nəyi verib bizə? Bizə i'ni verib və W'nun T'dən asılılığıdır. Ona görə tələsmək lazım deyil. Fikir verin, burada i'nin qiyməti nədir? Sabitdir. Sabit olduğu üçün mən gətirib bura qiyməti yazsam, yenə W'nun qiyməti zamandan asılı olaraq sabit olacaq da, dəyişməyəcək ki. Mən götürüb tənliyi zamandan asılı şəkildə yaza bilmirəm axı. Çünki i'nin törəməsi, daha doğrusu i'nin qiyməti sabit bir qiymət. Yəni biz törəmədən aldığımız ədəd sabitdir. Ona görə də maqnit sahəsinin enerjisi də zamandan asılı olaraq dəyişməyəcək. Maqnit sahəsinin enerjisi də sabit bir qiymət alacaq.